Salam əziz həmkarlar. Biz bugün öyrənəcəyik enerji mübadiləsi, fotosintez və biosintez. Ümumilikcə, canlılarda enerji mübadiləsində ATF sintezi əmələ gəlir. Yəni, hüceyrədə ATF sintezi enerjinin alınması 3 mərhələdə baş verir. Hansı mərhələdir? Birinci mərhələ olur hazırlıq mərhələsi. İkinci mərhələ olur glikoliz mərhələ, yəni oksigensiz. Üçüncü mərhələ olur oksigenli mərhələ. Gəlin bir-bir baxaq. Dedik, birinci mərhələ hazırlıq mərhələsidir. Hazırlıq mərhələsində nə baş verir? Hazırlıq mərhələsində mürəkkəb karbohidratlar sadə karbohidratlara çevrilir, yəni parçalanır. Bu zaman nə olacaq? Enerji yaranır və istilik şəklində ətraf mühitə yayılır. Bu hazırlıq mərhələsidir. İkinci mərhələ gəlir glikoliz mərhələsi. Glikoliz mərhələsi yəni oksigensiz mərhələ deməkdir. Glikoz şirin, lizsiz parçalanmadır. Bu prosesdə oksigen iştirak etmir. Bu ya anaerob glikoliz və ya natamam parçalanma adlanır. Bütün heyvan hüceyrələrində və mikroorqanizmlərdə rast gəlinir. Bu zaman nə olur? Glikoza özü 1 molekul glikoza 2 molekul pirio üzüm turşusuna parçalanır. Yəni C6, H12O6 parçalanır pirio üzüm turşusuna. Pirio üzüm turşusu da C3, H4O3. Daha sonra 2 mol pirio üzüm turşusuna. Daha sonra pirio üzüm turşusundan süt turşusu əmələ gəlir. C3, H6O3. İndi bunun düsturunu yazsaq. C6, H12O6 glikoz mərhələsinin düsturu. Üstə gələk 2 mol ADF, üstə gələk H3PO4, 2 mol H3PO4 və buradan nə əmələ gəlir? Dedik, parçalanır 2 mol süt turşusuna, piriyozum turşusuna, piriyozum turşusundan da süt turşusu əmələ gəlir. Yəni birbaşa süt turşusunu yazacaqsınız. 2 mol C3, H6O3, üstə gələk 2 mol ATF və buradan nə əmələ gələcək? Bir də su. Və bu zaman 200 kilojol enerji ayrılır. 200 kilojol enerji. Bu 200 kilojol enerjinin 40%, 80 kilojolu ATF şəklində toplanır. 60%, 120 kilojol isə enerji şəklində, istilik şəklində ətrafa yayılır. Yəni toplanan 80 kilojol bölür 40%, 120 kilojol bu da eləyir 60%. Yəni 200 kilojol enerjinin içərisində həm toplanan ATF enerjisi var, həm də istilik şəklində yayılan 120 kilojol istilik enerjisi var. Daha sonra gəlir oksigenli mərhələ. Oksigenli mərhələ glikoliz mərhələsinin davamıdır. Oksigenli mərhələnin baş verməsi üçün mütləq mitoxondri olmalıdır. Yəni sizin əlinizdə mitoxondri olmalıdır ki, oksigenli mərhələ baş versin. Mitoxondrinin daxilində əvvəlcə burada süt turşusu parçalanır. Yəni 2 mol C3, H6O3 süt turşusu suyun iştirakı ilə parçalanır mitoxondrinin daxilində. Və bu zaman nə əmələ gələcək? Süt turşusu parçalananda 6 mol karbon O2, üstə gələk 24 mol hidrogen. Bu hidrogen atomar şəklindədir. Yəni hidrogen nədir? Atomar şəklindədir. Və buradan görürsünüz 6 mol karbon O2 var. Bu karbon O2 ətraf mühitə çıxır. Ətraf mühitə çıxanda hidrogen atomu öz elektronunu verir və hidrogen müsbət katyonlarına çevrilir. Artıq karbon O2 ətrafa çıxır, hidrogen atomu sərbəst halda qalır. Bu da öz elektronunu verir və hidrogen müsbət katyonlarına çevrilir. Həmin bu hidrogen müsbət katyonlar mitoxondrinin daxili membranın xaricinə çıxır. Gəlin şəklini çəkək. Fərz elə ki, bu mitoxondridir. Bax, mitoxondrinin daxili membranının xaricinə çıxaraq burada membran arası boşluqda toplanır. Bax, bu boşluqda toplanaraq hidrogen müsbət elektrik sahəsi yaradır. Bunu yadınızda saxladınız. Daha sonra siz bilirsiniz ki, mitoxondri tənəffüs prosesində iştirak eləyir və tənəffüs prosesində iştirak elədiyi üçün
hüceyrəyə daima xaricdən oksigen daxil olur və bu mitoxondri hidrogenini itirib, yəni elektronunu itirib. Artıq necə olmalıdır? Hidrogen özün deyim, elektronunu itirib hidrogen kationuna çevrilib və burada sərbəst qalan elektronlar xaricdən gələn oksigenlə birləşərək, bax sərbəst qalan elektronlar oksigenlə birləşərək çevrilir oksigen anionuna və həmin bu oksigen anionu da mitoxondrinin daxili membranının daxilinə toplanır və hər iki tərəfdə mitoxondrinin daxili membranının xaricində hidrogen müsbət elektrik sahəsi yaradır və mitoxondrinin daxili membranının daxilində oksigen mənfi elektrik sahəsi yaradır və bu zaman potensiallar fərqi yaranır. Həmin bu potensial fərqi 200 millivolta çatdıqda, böhran səviyyəsinə çatdıqda ATF sintezə vasitəsilə, yəni proton kanalı açılır və bu proton kanalından hidrogen müsbətlər oksigen mənfiyə tərəf gəlir. Yəni mitoxondrinin daxili membranın xaricindən daxilinə doğru hidrogen membranları gəlir oksigen anionlarına tərəf. Bunları da yadınızda saxlayırsınız. Və burada hidrogen müsbət, üstəgələk oksigen mənfi birləşərək su və sərbəst oksigeni əmələ gətirirlər. Bu da olur üçüncü mərhələ, oksigenli mərhələ. İndi bu oksigenli mərhələnin düsturu nədir? 2 mol süd turşusu, C3H6O3. Üzərinə gəlirsən 6 mol oksigen, artıq oksigenli mərhələdə oksigen də iştirak eləyir. Üzərinə gəlirsən 36 mol ADF və üzərinə gəlirsən 36 mol H3PO4. Buradan nə əmələ gəlir? Bu zaman nə əmələ gələcək? Əmələ gələcək 6 mol karbon O2, üstə gələk 36 mol ATF, 36 mol ATF, bu molları əzbərləmək lazımdır. Bir də 42 molekul su. Bax, bunlar əmələ gəlir. Bu zaman 2600 kilojol enerji ayrılır. 2600 kilojol enerji. Bu 2600 kilojolun enerjinin 1440 kilojolu, yəni 55% ATF şəklində toplanır. 1160 kilojolu, yəni 45% istilik şəklində ətraf mühitə yayılır. Bu olur sizin oksigenli mərhələnin tənliyi, belə deyim. Əlavə olaraq burada nəyə yadınızda saxlayırsınız? Biri də var glikozanın tam parçalanması. Tam parçalanma deyəndə glikoliz mərhələ ilə oksigenli mərhələni toplayırsınız. Məsələn, burada 1 mol glikoza iştirak eləyir, 6 mol oksigen iştirak eləyir və siz bilirsiniz ki, 36 mol ADF oksigenlidə, 2 mol ADF oksigensizdə. Cəmi eləyir 38 mol ADF tam parçalanmada iştirak eləyəcək. Bilirsiniz ki, 36 mol fosfat oksigenlidə, 2 mol fosfat oksigensizdə. Cəmi eləyir 38. 38 mol H3PO4 iştirak eləyəcək və əlavə olaraq 36 mol ATF əmələ gəlir oksigenlidə, 2 mol oksigensizdə. Deməli, ümumi parçalanmada 38 mol ATF yaranır və burada 6 mol ilə karbon O2 ətraf mühitə çıxır və 42 molekul su oksigenlidə, 2 molekul su oksigensizdə yarandığı üçün 44 molekulda, yəni 44 molda su əmələ gəlir. Və sən bilirsən ki, glikoliz mərhələdə 2200, oksigenli mərhələdə də 2600. Deməli, tam parçalanmada ümumi 2800 kilojol enerji əmələ gəlir. İndi sizdən tam parçalanmada nə qədər ATF soruşsa, 80 kilojol glikolizdə, üstə gələk 1440 kilojol da oksigenlidə. Cəmi tam parçalanma eləyir. Nə qədər istilik? 1160 kilojol istilik oksigenlidə, 120 kilojol istilik də oksigensizdə. Bunu faizlə soruşsa da 40% 80 kilojoldur, üstə gələk 55% 1440 kilojoldur. Daha sonra 45% 1160 kilojoldur, əlavə olaraq 60% də 120 kilojoldur. Yəni tam parçalanma dedikdə glikolizlə oksigenli mərhələdə əmələ gələnləri biri-biri ilə toplayırsınız. Bu da olur tam parçalanma. Daha sonra bunu bildik. İndi gəlirik fotosintez prosesinə. Fotosintez prosesi nəticəsində nə baş verir? Bax, bunları bu formada keçəyək ki, biri-birimizlə necə deyim, qarışdırmayağın. Baxın, fotosintez prosesinin baş verməsi üçün əvvəlcə bizdə
Xloroplast lazımdır. Ümumilikcə, fotosintez prosesi sırf xloroplast olanlarda deyil, xlorofil olanlarda, xlorofil dənələri hansında varsa, deməli bunda fotosintez prosesi gedir. İndi bitkilərdən danışırıq. Fərz eləyin ki, bu xloroplastdır. Siz bilirsiniz ki, xloroplastları tilakoidlər birləşərək qranlar əmələ gətirir. Həmin bu qranlarda da yaşıl rəngli pigmentlər yerləşir. Xaricdən günəş işığı bu xloroplastların üzərinə düşür və buradakı qranlarda tilakoidlərin membranını, bax, fərz edək ki, bu da bunlardır. Yəni, tilakoidlərin qranları, yəni qranların membranı başlayır həyəcanlanmağa. Həyəcanlanan kimi öz elektronlarını itirir və həmin bu elektronlar membranın xarici səthinə toplanır. Bax, mənfi yüklü elektronlar membranın xarici səthinə toplandı. Bu elektronu itirdi axı, artıq günəş şüasının təsirindən elektronu itirdi və bu zaman yerində qala bilmir. Bu zaman nə olur? Tərkibində olan su molekulu parçalanır, hidrogen müsbət və OH hidroksil ionu, mənfi hidroksil ionu əmələ gətirir. Həmin bu hidrogen müsbət kationları da membranın daxili səthində toplanır. Bax, daxili səthinə bunu topladım. Və bu OH hidroksil ionu öz elektronunu itirərək, mənfi elektronunu itirərək xlorofilə verir və OH radikalına çevrilir. Çünki xlorofil öz elektronunu itirdi. İtirilmiş bu elektron xlorofilin membranının xarici səthində toplandı. Artıq xlorofilin elektronu yoxdur. Bu zaman da hidroksil ionu öz elektronunu xlorofilə verir və OH radikalına çevrilir. 4 dənə OH radikalı birləşir, 2 molekul su və aralıq məhsul olan oksigeni əmələ gətirir. Bu oksigen də xarici mühidə çıxır. Bunu bildik. Daha sonra siz bilirsiniz ki, xloroplastın tərkibi hissəsində boşluq stroma adlanır. Həmin bu stromada nə baş verir? Stromada olan ADF-lə H3PO4 birləşir və bu ADF-lə H3PO4-ün birləşməsindən ATF əmələ gəlir. Həmin bu ATF işıq mərhələnin əsas məhsuludur. Deməli, işıq mərhələnin aralıq məhsulu olan oksigendir. Əsas məhsulu olan da nə oldu? Əsas məhsulu olan da oldu ATF. Daha sonra bu həmin ümumilikcə stromanın içərisində nikodin, adenin, dinukleotid fosfat var. Hidrogen. Bax, həmin bu NADF, bunun digər adı NADF-dir. NADF buradakı hidrogen kationları ilə birləşir və özünə 2 dənə elektron birləşdirərək NADF vurulsun hidrogeni əmələ gətirir. Bu NADF vurulsun hidrogen də qaranlıq mərhələdə iştirak eləyəcək. Biz burada, bir dənə bunu çəkim, bildiniz ki, xlorofilin xarici səthinə mənfi yüklü elektronlar toplandı. Daxili səthinə müsbət yüklü hidrogen kationları toplandı. Böhran səviyyəsinə çatdıqda, 200 millivolta çatdıqda ATF sintetaza fermenti kanalı, yəni ferment ifraz eləyir. Həmin bu hidrogen kationları gəlir elektronlarla birləşir. Və bu hidrogen kationu üstə gələk mənfi yüklü elektronla birləşərək atomar hidrogenə çevrilir. Həmin bu atomar hidrogeni NADF tutur, özünə birləşdirir ki, qoymur çıxsın xlorofildən. Qaranlıq mərhələdə lazım olacaq. Bura qədər bizim işıq mərhələmizdir. Daha sonra gəlir qaranlıq mərhələmiz. Qaranlıq mərhələmiz Calvin sikli adlanır. Bu ümumilikcə xloroplastların stromasında baş verir. Bu ardıcıl baş verən fermentativ prosesdir. Nə olur? Baxın, ümumilikcə bunun tərkibində pentoz olur. 5 atomlu karbon, yəni karbon 5. Siz də bilirsiniz ki, hüceyrəyə xaricdən hər zaman karbon 12 daxil olur. Həmin bu pentoza karbon 12 ilə birləşərək heksozaya çevrilir. Bu heksoza o qədər davamsız bir birləşmədir ki, yəni heksoza çox davamsız bir birləşmədir. Bu başlayır, parçalanır, 2 mol triozaya əmələ gətirir. Bu triozada xaricdən gələn karbon 12 ilə, bir də mən dedim ki, NADF sərbəst qalan hidrogeni tutmuşdur ki, qaranlıq mərhələdə iştirak eləsin. Həmin bu hidrogenlə birləşərək yenidən pentoza əmələ gətirir. Görürsünüz, tisikl bu formada davam edir. Tisikildə karbon 5-dən pentozadan əmələ gəlir heksoza karbon 6. Bundan 2 mol süd turşusu nə idi, üzrlə hesab edin. 2 mol trioza əmələ gəlir və triozada yenidən karbon 12 ilə hidrogenlə birləşərək pentozanı əmələ gətirir və bu Calvin sikli adlanır. Çünki biri birinin
davamıdır. Və bunun düsturu nədir? Qaranlıq mərhələnin düsturu 6 mol karbon O2 üstə gələk 24 mol hidrogen və bu hidrogen əmələ gəlir C6H12O6 glikoza, bir də 6 mol su. Bax, bu da qaranlıq mərhələnin düsturudur. Bəs işıq mərhələsinin düsturu 6 mol karbon O2 üstə gələk 6 mol su və burada nə əmələ gəlir? C6H12O6 üstə gələk 6 mol oksigen. Bu oksigen aralıq məhsuldur, ATF ilə glikoza əsas məhsuldur. Və yadınızda saxlayın, 1 metr kvadrat yarpaq sahəsində 1 saatda 1 qram üzvü maddə əmələ gəlir. Bunu da M bərabərdir. S vurulsun T düsturu ilə hesablaya bilərik. M burada kütlədir, S burada sahədir, T də burada zamandır. Və əlavə olaraq fotosintezə xarici bir də daxili amillər təsir göstərir. Xarici amillər karbon qazının miqdarıdır, temperaturdur, işıq şiddətidir, işığın dalğa uzunluğudur, su və mineral maddələrdir. Bunlar xarici amillərdir. Ən aşağı fotosintez sarıda, ən yüksəkdə qırmızı və göy spektrində gedir. Ən aşağı da sarı və yaşıl rənglərdə. Daxili amillər hansıdır? Xlorofil və xloroplastların miqdarıdır, bitki yarpağında ağılcıqların sayıdır, kökdə əmici tellərin sayıdır, fotosintez fermentlərinin miqdarıdır. Bunlar da daxili amillərdir. Deməli, bizə əsas o oldu ki, işıq mərhələdə molekulyar oksigen əmələ gəldi, ATF sintez olundu, bir də hidrogen atomları əmələ gəldi. Bir də yadınızda nəyi saxlayırsınız? Bax, fərz eləyək ki, buradan biz çəkək. Bu, fotosintezin sürətidir. Ümumilikcə, yadınızda saxlayın. Karbon qazının və işıq şiddəti artdıqca fotosintez sürətlə gedir. Bu da karbon O2-dir. Bir qədər sonra isə bu prosesin sürəti sabitləşir. Yəni, karbon O2 və ya işıq şiddətini versə, sizdən qrafiki soruşsa, birinci sürətlə gedəcək, sonra stabilləşəcək. Bax, qrafiki bu formada olacaq. Sonra fotosintezin sürətin verib, bir də xlorofilin miqdarını verir. Bunu soruşsa, yadınızda saxlayın. Xlorofilin miqdarı ilə düzüm mütənasibdir. Yəni, hər zaman xlorofilin miqdarı artdıqca bu da artacaq fotosintez. Sonra fotosintezin sürətini verir sizə, bir də istiliyi soruşur. Yadınızda saxlayın. Temperatur 25-35 Selsiyə çatana qədər fotosintez sürətlə gedir. Məsələn, bu olsun 25, bu da olsun 35. Baxın, temperatur 25-də də sürətlə gedəcək, 35-də də sürətlə gedəcək, 35-dən sonra azalacaq. Bu da bunun miqdarıdır, yəni qrafikidir. Temperaturun sonrası yüksəlməsi, yəni 35 Selsidən yuxarı artması fotosintez prosesini zəiflədir və dayandırır. Yaşıl bitkilərdə görünən işığın iştirakı ilə fotosintez sürətlə gedir. Bu da qırmızı və göy spektrində, yaşıl və sarı spektrində isə fotosintez zəif olur. Fotosintez 3 aləmdə gedir. Bitkilər aləmində, heyvanlar aləmində, bir də bakteriyalar aləmində. Göbələklər aləmində fotosintez yoxdur. Fotosintezin getməsi üçün mütləq xlorofilin olması vacibdir. Bütün fotosintez edən canlılarda xlorofil pigmenti var. Bunu yadınızda saxlayırsınız. Sonra gəlir əsasən xemosintez prosesi. Və fotosintez çox ləng gedən bir prosesdir. Xemosintez prosesi bakteriyalar aləminə məxsusdur. Vinogradski tərəfindən kəşf olunub. Bütün xemosintez edici bakteriyalar hidrogen mənbəyi kimi sudan istifadə olunur. Bunu yadınızda saxlayın. Xemosintez, xemos kimya, sintez birləşmə deməkdir. Yəni, hansı bakteriyalar versin, bütün xemosintez edici bakteriyalar hidrogen mənbəyi kimi sudan istifadə edir. Və əlavə olaraq bizim başqa fotosintez düsturlarımız var. Məsələn, 6 mol karbon O2 üstə gələk 6 mol su, buradan əmələ gəlir C6H12O6 üstə gələk 6 mol oksigen. Bax, bu hansılarda gedir? Siyona bakteriyalarda, yaşıl evglinalarda, volvoxda, bir də bitkilərdə. Əlavə olaraq 6 mol karbon O2 üstə gələk 12 mol H2S. Buradan da əmələ gəlir C6H12O6 üstə gələk 6 mol su və 12 mol kükürt. Bu
Bu hansında gedir? Qırmızı bakteriyalarda. Ətraf mühitə sərbəst oksigen xaric etmir. Əlavə olaraq 6 mol karbon O2 üstə gələk 12 mol hidrogen. Buradan demələ gəlir C6, H12O6 üstə gələk 6 mol su. Bu hansında gedir? Yaşıl bakteriyalarda. Baxsaz karbon mənbələri eynidir. Hidrogen mənbəyi kimi Siona bakteriyada yaşıl evgilenadı, volvoxdu, bitkilər sudan istifadə edir. Qırmızı bakteriyalar H2S-dən istifadə edir. Yaşıl bakteriyada elə hidrogendən istifadə edir. Qırmızı və yaşıl bakteriyalar ətraf mühitə oksigen xaric edə bilmir. Ancaq bütün xemosintez edici bakteriyalar hidrogen mənbəyi kimi sudan istifadə olunur. Sonra gəlir zülalların biosintezi. Ümumilikcə siz bilirsiniz ki, DNT-də 3 nukleotid birləşib triplet və ya gen əmələ gətirir. Yəni bir genin tərkibində 3 dənə nukleotid olur. Əgər mən genin kütləsini tapmaq istəyirəmsə, nukleotidlərin sayını vuracam nukleotidlərin kütləsinə. Nukleotidin kütləsi də 300 AKV-dir. Bir genin ölçüsünü tapmaq istəyirəmsə, nukleotidlərin sayını nukleotidlərin uzunluğuna vuracam. Ümumilikcə bilirsiniz ki, sizin nukleotidiniz 4 dənə nukleotidiniz olur. Həmin bu 4 dənə nukleotid özü 4 üstü 3 birləşərək 64 triplet, 64 kod əmələ gətirir. Hər bir kod yalnız bir amin turşusunu kodlaşdırır. Məsələn, tutalım A, G, G. Bu tutalım ki, burada bu amin turşusudur. Amin turşusunu kodlaşdırdı. Amma bu bir dənə amin turşusu, məsələn, AGS müxtəlif kodlarla kodlaşdıra bilər. Yəni, bir kod birini kodlaşdırır, bir amin turşusunu da müxtəlif kodlar kodlaşdıra bilər. Hüceyrədə zülalın biosintezi 2 mərhələdə gedir. Birinci mərhələ transkripsiyadır, ikinci mərhələ translasiyadır. Ümumilikcə, eukaryotlarda, nüvədə, mitoxondridə, plastidlərdə, prokaryotlarda da sitoplazmada baş verir. Bu mərhələdə DNT-nin bir zəncirinə komplementar olaraq məlumat RNT-si yığılır. RNT polimeraza fermentinin iştirakı ilə. Məsələn, bu DNT-nin birinci zənciridir. Burada olsun adenin, guanin, sitozin, timin. Buna uyğun ikinci zənciri yığaq. Adeninin qarşısında timin, guanində sitozin, sitozində guanin, timində adenin. Buna uyğun üçüncü olaraq məlumat RNT-sini yığıram. Artıq bu transkripsiyada üzünü köçürmədi. Timinin qarşısında adenin, sitozində guanin, guanində adenin, adeninin qarşısında timin olmalıdır. Məlumat RNT-si olduğu üçün urasil olacaq. Və transkripsiya prosesində RNT-nin digər növləri nəqliyyat RNT-si ilə ribosom RNT-si sintez olunur. Transkripsiyada da 3N-1 sayda su ayrılır. N burada sintez olunmuş zülal molekullarındakı amin turşuların sayıdır. Məsələn, sənə deyir ki, 50 amin turşusu var. Transkripsiya prosesində nə qədər su ayrılacaq? Deyəsən 3-ü vurasdan 50-yə, çıxasdan 1-in. Bu eləyəcək 149. Və dediniz ki, 3 dənə nukleotid birləşib DNT-də kod əmələ gətirdi. Bunun qarşılığı məlumat RNT-sində olur kodon, nəqliyyat RNT-sində olur antikodon. Bunu yadınızda saxlayırsınız. Bildiniz ki, transkripsiya prosesində nə oldu? Zəncirə uyğun olaraq məlumat RNT-sinin köçürülməsidir. İkinci mərhələ gəlir translasiya mərhələsi. Bu nədir? Zülal haqqında olan məlumat ribosomda artıq polipeptid zənciri sintez eləyir. Yəni, zülal sintez eləyir. Translasiya ötürmə deməkdir. Bu da sitoplazmada, mitoxondridə, plastidlərdə baş verir. Bu zaman nüvə məsamələrindən, nüvə məsamələrindən məlumat RNT-si çıxıb sitoplazmaya gəlir. Bu məlumat RNT-sinə bir ucdan ribosom daxil olur. Və məlumat RNT-sində start kodun olacaq sənin A, U, G. Bu sənin start kodundur. Məlumat RNT-sində bu start kod tanınandan sonra zülal sintezi baş verir. Ribosom məlumat RNT-sinin o biri ucuna çatdıqda artıq sintez başa çatır. Ribosom özü 2 hissədən ibarətdir. Bir də ikinci hissədən. Bax, bu ribosomun translasiya edən sahəsində, yəni funksional mərkəzində 2 triplet yerləşir. Sən məsələn tutalım ki, A, G, G, A, G, S sənin 2 tripletin yerləşir funksional mərkəzdə. 2 triplet də 6 nukleotid deməkdir.
Yəni ribosomun fəal mərkəzində 2 qonşu triploid olur. Bu triploidlərindən birincisində amin turşuları, məsələn, birincisi AGG'dir, tutalım yazmışam bu formada, başqa da ola bilər. Birincisi nəqliyyat RNT-si kodu tanıyır. Yəni birinci triploidin nəqliyyat RNT-sində kodu tanımağa xidmət edir. İkinci triploidin artıq polipeptid zəncirə birləşir və bu zaman zülal sintezi başlayır. Və bu funksional mərkəzdə olan triploidlər fasilələrlə hərəkət eləyirlər. Yəni 5-dən 1, 6-dan 1 saniyə hərəkət eləyir. Minimum amin turşusu deyirsə, maksimum zaman deyirsə, minimum sürət deyirsə 5-dən 1 ilə gedirsən. Maksimum amin turşusu deyirsə, minimum zaman, maksimum amin turşusu, minimum zaman, maksimum sürət deyirsə, bunda da 6-dan 1 ilə gedirsən. Zülalların sintezi də bir çoxdan, yəni ümumilikcə ribosomlarda baş verir. Ribosomlarda olan polisom qrupları tərəfindən baş verir. Bunu yadınızda saxlayırsınız. Bunun da birləşməsi necə gedir? Nəqliyyat, məsələn, burada tutalım ki, funksional mərkəzindir bu sənin. Bu ribosomun böyük hissəciyi, bu da kiçik hissəciyi. Tutalım burada AGG, bir də AGC. Bu sənin funksional mərkəzdə olan kodlarındır. Buna uyğun olaraq komplementarını nəqliyyat RNT-si gətirəcək. Yəni amin turşusu nəqliyyat RNT-si gətirəcək. Birinci kod nəqliyyat RNT-sini tanıyacaq. İkinci koddan da artıq nəqliyyat RNT-sinə birləşmə, zülal zəncirinə birləşmə baş verir ki, bu da bu formada zəncir birləşir, gəlir sonda stop koduna çatanda sintez dayanır. DNT-nin stop kodu adenin, timin, adenin, timin, sitozin, adenin, sitozin, timin. Bu DNT-nin stop kodudur. Məlumat RNT-si deyəndə RNT-də stop kod. Adeninin qarşılığı urasil, adenin, urasil, adenin, sitozin. Daha sonra urasil, adenin, urasil, guanin, adenin. UA, UAG, UGA. Bu qeydi. Aha. Bu da olur məlumat RNT-sində stop kod. Hər hansı bir stop koda çatan kimi sintez dayanır. Əlavə olaraq nəqliyyat RNT-si yonca yarpağı şəklində olur. Yəni şəkil çəkmə qabiliyyətim o qədər yaxşı deyil. Bu formada yonca yarpağı şəklində olur. Bunların yuxarı hissəsi antikodonlar yerləşir. Aşağı hissəsi də akseptor sahədir. Yəni bunu da yadınızda saxlayın. Əlavə olaraq translyasiya mərhələsində də M-1 qədər su ayrılır. M burada zülal molekulunda olan amin turşuların sayıdır. Məsələn, deyir ki, 50 amin turşum var. Translyasiyada nə qədər su ayrılır? 50-dən çıxacaqsan birin, yerdə qalacaq 49. Deməli, transkripsiyada 3M-1 sayda su ayrıldı, translyasiyada M-1 sayda su ayrıldı. Əgər transkripsiya və translyasiyanı bir yerdə soruşsa, 3M-1 üstə gələk M-1, bu deyir 4M-2, bu düsturla yaza bilərsən. Dərsimiz bu qədər.